Salam əziz abituriyentlər. Bu videoda mən sizlər üçün 2025-ci il Güvən nəşrləri biologiyadan abituriyentlər üçün tapşırıqlar toplusu 2-ci hissə genetika bölməsinin 74-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, toyuqda gametogenez zamanı yumurtalığın çoxalma zonasına daxil olmuş kiçik A, böyük B, kiçik B genotipli bir ilkin cinsiyyət hüceyrəsi 4 dəfə bölünmüşdür. Əmələ gələn hüceyrələrin hamısının yetişmə zonasına daxil olduğunu nəzərə alsaq, bu zonanın sonunda alınan hüceyrələrdən maksimum neçəsi kiçik A, B genotipli ola bilər. Mutasiya baş verməyib. Bilirik ki, cinsiyyət vəzlərinin girəcəyində 3 zona ayrıt edilir. Demək, birinci zona çoxalma zonasıdır. İkinci böyümə zonası, üçüncü isə yetişmə zonasıdır. Çoxalma zonasında mitoz bölünmə gedir, hüceyrələrin sayı artır. Böyümə zonasında bölünmə prosesi getmir, interfaza mərhələsi olur. Hüceyrənin sayı deyil, sadəcə olaraq ölçüsü böyüyür. Yetişmə zonasında isə meoz bölünmə gedir və cinsi hüceyrələr əmələ gəlir. Diqqət eləsək görərik ki, kiçik A, böyük B, kiçik B genotipli bir ilkin cinsiyyət hüceyrəsi çoxalma zonasına daxil olduqda 4 dəfə bölünmüşdür. Bu zaman baxaq, birinci bölünmədə 2 hüceyrə, ikinci bölünmədə 4 hüceyrə, üçüncü bölünmədə 8 hüceyrə, dördüncü bölünmədə isə 16 hüceyrə əmələ gəlir. Əmələ gələn hüceyrələrin hamısı yetişmə zonasına keçir. Və qeyd eləyək ki, yetişmə zonasında meoz bölünmə gedir və bir hüceyrədən 4 hüceyrə əmələ gəlir. Yəni, onda 16-nı vururuq 4-ə, tapırıq ki, 64 hüceyrə əmələ gəlir. Bir başlanğıc bu genotipə malik olan hüceyrəni ayrıca yazaq. Kiçik A-lar, böyük B, kiçik B. Qamet alaq bundan. Böyük A, böyük B, kiçik A, böyük B, kiçik A, böyük B, kiçik A, kiçik B, kiçik A, kiçik B tipli qametlər əmələ gəlir. Əmələ gələn qay, yəni bir başlanğıc hüceyrə yetişmə zonasına daxil olan zaman, meoz prosesi keçirdiyi zaman 4 hüceyrə əmələ gəlir ki, bunların tən yarısı, yəni ikisi kiçik A, B genotipli olur. Onda yazırıq. Yəni yetişmə zonasına daxil olmuş bir başlanğıc hüceyrədən 2 hüceyrə kiçik AB genotipinə malikdirsə, 64 hüceyrə daxil olduğu zaman isə X olar. X da bərabərdir 32 olur. Demək, 32 hüceyrə kiçik AB genotipli ola bilər. Doğru cavabımız olur A variantı.